Hello everyone. 9. sınıf OTK 1 fevral 2026 ildə keçirilən imtahanın izahını verəcəm. Sual nömrə 56. I didn't want, mən istəmirdim ki, you with my comments, şərhlərimlə səni, deməli, burada olacaq cavab incitmək. Küstürmək, incitmək, qırmaq. But I'm sorry if my words upset you. Amma üzgünəm ki, deyir, mənim sözlərim səni məyus etdi. Ona görə də deməli, kompliment söyləmək, support dəstəkləmək, value dəyərləndirmək, help kömək etmək olmayacaq. To offend sözü, incitmək, küstürmək sözü nöqtələrin yerinə işlənməlidir. Question number 57. The school will provide. Provide sözünə close meaning istəyir. Close meaning də bilirik yaxın mənalı sözdür, yəni sinonim axtarır. Təmin etmək, təchiz etmək sözüdür. Supply ilə sinonimdir. Accept qəbul etmək, announce elan etmək, ignore etmək və concentrate fikrini bir yerə toplamaq sözləridir. 58. The teacher looked disappointed. Deyir, müəllim məyus görsənirdi. Çünki, because, only'dən sonra bilirik ki, quantifiers a few, a little işlənir. Və siz burada sözü görürsünüz. A little, article bir dəfə yazaq. Student sözü, students cəmdədir. Sayılan cəm olduğu üçün bizə cavab a few verilməlidir. 59. You wear a warm jacket. Sən deyir, isti bir jaket geyinməlisən olar. Yəqin ki, çünki məna olaraq it is freezing outside, çöldə hava dondurucudur. Ona görə də should olacaq. May to ilə işlənmir, arayı buluntusu yoxdur. 2 dənə də inkar cavab var. İsti jaket geyinməməlisən yox, gərək geyinəsən. Cavabı doğrudur. Question number 60. Choose the correct tense form. Deməli, doğru zaman axtarırıq. They browsed at our house when they were in London. Were görürük, keçmiş zaman. Keçmiş yalnız özünü izləyir, bilirsiniz. Keçmiş sayda zamandır burada. Ona görə də keçmişdə olan bir cavab var. States, gələcək zaman, gələcəyin inkarı, present perfect və indiki sayda zaman past simple ilə işlənmir. Yalnız since bağlayıcısında uzlaşma pozulur. O da burada yoxdur. When bağlayıcısına bağlanıb. 61. sualda article mövzusudur. İsimimiz information'dır. Information uncountable isimdir, bildiyiniz kimi. Ona görə də uncountable'ların xarakteri xüsusiyyətlərindən biri odur ki, an article ilə işlənmirdi. Ona görə də AB variantları getdi. Deməli, ikinci tərəfə baxırıq. Mesaj sözüdür. Mesaj sayılan tək isimdir. It begins with letter M. M deməli, samitlə başlayır. Ona görə də ən də olmaz C variantında çıxırıq. Qalırıq D-Y variantlar arasında. Görək informasiya müəyyənsə Z artiklı qoyacaq. Deyir ki, mən tapa bilmədim informasiyanı. Hansı informasiya? İnternetdə mənim ehtiyacım olan. Ona görə də Z müəyyənlik artiklda qoyuruq. Doğru cavab B variantı. 62-də definition mövzusudur. Confuse, çaşbaş olmaq, çaşdırmaq, terrify, qorxutmaq, please isə məmnun etmək sözləridir. Deməli, A variantında verilib to cause someone to feel happy and satisfied, bir kəsin deməli xoşbəxt və məmnun hiss etməsinə səbəb olmaq, əlbəttə ki, bu A variantı olacaq. To make someone unsure, əmin olmayan, unclear, anlaşılmaz, yəni çaşdırmaq sözüdür bu B variantı. To cause someone to feel extreme fear sözündə görən kimi terrify seçməliydiniz. B, C, Y, A variantı doğru cavabdır. Qorxutmaq idi orada da. Did they do? Deməli, did they do all this work by? Deməli, reflexive pronoun mövzusudur. Z-yi görəndə themselves götürməliyik. Onlar özləri. Bütün işi onlar özləri deyil, gördülər, etdilər. 64-də. Burada uncountable görürük, news. Uncountable'ın qarşısında miqdar sayı işlənmirdi. Birinci olan cavabları gəlin çıxaq. A spoon, of'dan sol tərəfdə spoon sayılır. Qarşısında A artiklı var. Bəli, doğrudur. Of'dan sola a pair of var. Bu da doğrudur. 2-3 several'dan sonra several bir neçə deməkdir. Cəm isim bizə lazımdır. Bu da doğrudur. A few'dan sonra cəm isim lazım idi. Hanı cəm isim yoxdur. 2-3-4 Y variantı. Mübtəda xəbər uzlaşmasıdır. Deməli, of'dan sola baxırıq. Some grains cəmdədir, xəbər cəmdədir, doğru. A lot of weather change, hava dəyişiklikləri. Deməli, change burada cəmdədir. Onsuz ki, modal feil şəxsi kəmiyyətə görə dəyişmir. Ona görə də bu cavab doğrudur, heç bir səhv yoxdur. Several'dan sonra cəm isim verilib və cəm isim of'dan solla uzlaşmalıdır. Burada advice ilə uzlaşdırıb, bu səhvdir, bilirsiniz. Deməli, of'dan solda cəm isim varsa, xəbərimiz təkdə olmalıydı. Ona görə help'ın S-ni silirik. Cavab
səhvdir. Many iron bands, deməli çoxlu dəmir skamyalar, iz yox, ar olmalıydı. 4 də səhvdir. A clothing store 2 isim yanaşı gəlirsə, ikinci ismə baxırıq. İkinci isim təkdədir, xəbər təkdədir. Bu da düzdür. Deməli 1, 2 və 5-ci cavablarımız doğrudur. A variantı. She drove, o sürdü. Sifət yoxsa zərf lazımdır. Əlbəttə ki, sürməyin, yəni hərəkətin necəlini bildirən bizə zərf lazımdır burada. Ona görə gəlin sifətləri çıxaq. 2 dənə zərf olan deməli cavabımız var. A və E variantları. A variantında much more olmalıydı. Müqayisəni bildirən heç bir söz istifadə olunmayıb. Yəni söz və ifadənin much işlənir düzdür müqayisə dərəcəsində, amma much more dangerous olmalıydı. Ona görə də E variantı doğrudur. 67-ci sualda sifətin dərəcəsidir. It is to stay at home then müqayisə dərəcəsi axtaracağıq. To go out in such bad weather. Belə pis havada çölə çıxmaqdansa evdə qalmaq yaxşıdır olar əlbəttə ki. Good'un müqayisəsidir. Deməli worse bədin müqayisəsi çıxır. More-la better bir yerdə olmaz. Müqayisə dərəcəsi better'də, more çox hecalı sifətlərdə olur. Worst üstünlük dərəcəsi də olmaz. More worse-də, yəni 2 dənə müqayisə olmaz. Bilirik ki, qaydasız sifətlərdə, yəni bad, worse, worst olacaqdı. Yəni bu more burada artıqdır. Məna cəhətdən də uyğun deyil, amma bütün cavabları sizin üçün izah edirəm. Better doğru cavabdır. Opposite meaning, yəni antonim istəyir bizdən. Antonim istəyirsə, discover sözünü bilirik, kəşf eləmək sözdür. Burada uşaqlar çaşıblar. Found axtarmaqdır, look for, found tapmaqdır, look for axtarmaqdır, disclose aşkara çıxarmaqdır. Cavab 2-4. Okay, 69 short textə baxaq. Əziz Anna, sənin yay tətilin necə keçdi? Mən keçən həftə başlamışam məktəbə və hər şey fərqli hiss etdirir. Bizim yeni müəllimimiz çox səmimi və yardımsevərdir. Bu il mən istəyirəm ki, təkmilləşdirim ingilis dil bacarıqlarımı və drama kluba qoşulum. Baxmayaraq ki, I am a little nervous, baxmayaraq ki, mən stresliyəm və mən həyəcanlıyam qarşıda olan deməli yarışlar üçün. Please tell me, zəhmət olmasa mənə de, sənin məktəbinin necə idi? Jane ümid eləyir ki, inkişaf etdirəcək ingilis dilini və drama kluba qoşulacaq. Xoş arzularla Jane. Gəlin baxaq variantlara ki, hansı variant doğrudur. Okay, Jane started school last month. No, not last month, last week idi burada. Deməli, A variantı incorrect variantdır. Jane is nervous and wants to avoid. To avoid boyun qaçırmaq, qaçmaq deməkdir. Amma o yeni deməli yarışlardan boyun qaçırmırdı. Orada excited idi. Ona görə excited idi. Ona görə də B də səhvdir. Anna wants to know how Jane school. Anna bilmək istəyir. Yox. Məktubu yazan Jane'dir. Jane bilmək istəyir. Ona görə C variantı da səhvdir. Jane hopes to improve her English and attend the drama club. Bəli, bu doğrudur. İngilis dilini inkişaf təkmilləşdirəcək və attend iştirak eləməkdir. Join, burada da join idi, qoşulmaq. Drama club'a qoşulacaq. E variantında isə deyir, Anna'nın yeni müəllimi kind and helpful to everyone. Deməli, Anna'nın müəllimi yox, Jane'in müəllimindən söhbət gedir. Çünki danışan, yəni məktubu yazan Jane'dir. Ona görə də E variantı da səhvdir. Gəlin baxaq, deməli 70-ə. Join Sunny Language School bu yay deməli Günəşli Dil məktəbinə qoşul. We offer, biz təklif eləyirik deyir, əyləncəli ingilis dili dərsləri bütün yaş kateqoriyaları üçün for all age və təcrübəli müəllimlər, balaca siniflər və səmimi atmosfer deməli var burada. Improve your speaking deyir ki, danışığını, oxunu və yazı bacarıqlarını inkişaf elətdir. Sign up today, bugün qeydiyyatdan keç və to enjoy learning with new friends. Yeni dostlarla öyrənməkdən həzz al. Baxırıq cavablara. Sunny Language School offers small classes led by skilled teachers. Deməli, təcrübəli müəllimlərin apardığı dərslər təklif eləyirlər. Bəli, bu doğru cavabdır. A variantlı bir səhv görmürəm. You need to have a good level. Deyir ki, sənin of English to attend the class. Dərsdə iştirak eləmək üçün dərslərdə a good level'ın olmalıdır. Belə bir şey yox idi. Sonra
Students are not allowed to talk to each other during lesson. Uşaqlara deyir icazə verilmir danışmağa. Niyə verilməsin? Bir-birindən danışmağa. The school offers English lessons for only for teenagers. Teenagers bilirsiniz yeniyetmələr, amma burada for all ages var idi. Ona görə D variantı da səhvdir. The school has a strict atmosphere, amma strict değildi. Yəni ciddi atmosfer yox. Burada friendly var idi. Səhvləmirəmsə friendly atmosfer, yəni səmimi bir atmosfer var. Ona görə də doğru cavabımız A variantıdır. 71-ci short textə baxırıq. Deməli, məktəb kitabxanası deyir will be closed, bağlanacaq next Monday, gələn ponedelik, bazar ertəsi, for cleaning, təmizlik üçün. Please return or update the borrowing period of your book before Friday. Deyir, 5-ci gündən əvvəl kitablarınızı deməli qaytarın ya da update eləyin, yəni vaxtını, periodunu uzadın. We're sorry for the inconvenience and thank for your understanding. Deyir ki, biz üzr istəyirik bu qarşılığa görə və başa düşdüyünüzə görə, yəni anlayışınıza görə təşəkkür edirik. Belə bir announce idi. The school give no apology. Deyir ki, məktəb give no apology, üzr istəmədi, amma burada deyir we are sorry. Ona görə A variantı səhvdir. Books must be returned after Monday to avoid problems. Kitablar deyir after Monday yox, before Friday idi. Qaytarılmalıdır problemlərdən qaçmaq üçün. Yəni belə bir statement düz deyil. The library will stay open on Monday during cleaning. Deməli, deyir ki, kitabxana will stay open, açıq qalacaq bazar ertəsinə qədər təmizlik müddətində. Belə deyil deyən cümləni qarışıq verir. Please renew your books before Friday or keep them longer. Deməli, deyir ki, zəhmət olmasa kitablarınızı yeniləyin. Belə bir şey yox idi. Before Friday or keep them longer. Və yaxud uzun müddət saxlayın. On Monday the library will stay closed due to the cleaning. Bəli, deməli cleaningə görə deməli bağlı idi. Bu doğru cavabdır. E variantı.